1 milyon izlənən rayon abu-havalı məkanda bu dəfə səhər yeməyinə getdik. Bu məkanda səhər yeməkləri kabinetdə verilir. Siz hələ bir kabinetin mənzərəsinə baxın. Yaşıllıqlar içində meşə mənzərəli, çox huzurlu, xoş abu-havalı bir məkandır. Məncə neftçilər ərazisində yaşayan çox insanın mənim kimi bu restorandan yeni-yeni xəbəri olur. Bura Qaya restoranıdır. Məkan 3 müxtəlif terasdan, kabinetlərdən ibarətdir. Səhər yeməyi də əsl Azərbaycan sayağı idi. İsti-isti təndir çörəyi, sacda pomidor, yumurta çox ləziz idi. Sucuqlu, qayğanaq, yumurtalı çörək, Azərbaycan sayağı siqara börəyi, ətli bilinçik, isti yeməklərdən kükü, müxtəlif pendir çeşidləri, simit, qaymaq, səhər yeməyindəki svişintilər də çox ləziz idi. 4 nəfərlik səhər yeməyi setinin qiyməti 55 manatadır. Çay və çörək limitsiz,dir 3 növ isti yemək daxildir. Düşünürəm ki, 4 nəfər üçün qiymət də yaxşıdır və setdəki məhsullar da keyfiyyətli idi. Qaya restoranındakı bütün kabinetlərin belə xoş mənzərəsi var. Bu məkan lap insanın ürəyini açır.